Bugün birlikte yay günlərinin en sərinləşdirici təamı olan ev sulu, çiyələkli və bananlı dondurma hazırlayırıq. Doğradığımız bananları və çiyələkləri əvvəlcədən dondururuq. Sonra onları dərin bir qaba əlavə edib, üzərinə azca süd və ya qaymaq əlavə edirik. Qaymaq dondurmaya daha zəngin və kremli bir dad verəcək. Blender vasitəsilə hamar bir kütlə alana qədər yaxşıca əzirik. Dondurmamızı yenidən dondurucuya göndəririk. Cəmi 1 saatdan sonra artıq ideal formaya düşəcək. 1 saat gözlətdikdən sonra artıq ev üsulu vitaminli dondurmamız hazırdır. Dadı çox möhtəşəmdir. Həm uşaqların, həm də böyüklərin bəyənəcəyi bu təbii ləzzəti siz də mütləq sınayın. Bu dondurmanı kiçik uşaqlara belə rahatlıqla verə bilərsiniz. Uşaqlar dondurma istəyir, amma siz mağazadakılara güvənmirsiniz. Onda bu resept tam sizlikdir. Videonu bəyənməyi